Mən hüquqşünas Zaur Seyidzadəyəm. Həm əlilliyi şəxs kimi öz təcrübəmi sizinlə bölüşmək istəyirəm. Həm dediyim kimi hüquqşünas kimi bölüşmək istəyirəm. Həm də hörmətli icazə əl təşkilatının rəhbəri kimi əldə etdiyim təcrübəni sizinlə bölüşmək istəyirəm ki, hansı halda nə etməlisiniz ki, siz işləmədiyiniz halda sizdən yəni ödəniş tələb edilməsində və yaxud hansı halda tələb edə bilər və eyni zamanda dediyim kimi 400 manat maaş alırsınızsa, sizdən 500 manat amil tələb eləməsinlər. Və yaxud 300 manat pensiya alırsınızsa, 400 manat amil tələb eləməsinlər və yaxud söhbət gedir digər borclardan, hörmətli icazə. Qeyd edin ki, bu videonun bir qisminin balaca bir 3 dəqiqəlik hissəsini görən YouTube'da short kimi ki, anons olur. Ondan sonra videonun adı üzərində olur, girin oradan tam baxın. Hörmətli icazə və sizdən xahiş edirəm, videonu bəyənin, YouTube kanalına abunə olun, daha çox şəxsin xəbər olsun. Birinci onu qeyd edim ki, vəkilləri sual verirlər ki, bəs mən əlilliyi olan şəxsəm, birinci qrup məndən amil tələb edirlər. Vəkillər deyir ki, bəli verilməlidir uşağa amil. Amma demirlər ki, birinci qrup əlillərin özlərində qarşı tərəfdən amil tanımaq hüququ var. Qanunverici əsasən. Qanunvericidə qeyd olunub ki, birinci qrup əlillə arvad, yəni qarşı tərəfdən amil tala bilər. Bu da ona əsas verir ki, yəni qarşı tərəfdən danışıq aparsa, mediasiyada ki, bəs sən mənə qarşı amil qaldırma, mən də qaldırmıyorum. Yəni belə bir razılığa gəlmək olub. Mənim təcrübəmdə olub. Hörmətli icazə. Və sonra digər məsələ keçin ki, normal vətəndaşlarla söhbət gedir. Məsəl üçün 400 manat maaş alırsa, 500 manat amil sizdən istəyirlərsə, o belə deyək, eyni amil məbləği sizdən istəyirlərsə, o halda siz iddia verməlisiniz və yaxud qarşılıqlı iddia verməlisiniz ki, sabit amil məbləği yox, mənə yəni gəlirə görə amil tutulsun. Onu dərhal etiraz ərizəsi yazılmalıdır. Hörmətli icazə, nəzərə alın. Vacib məsələdən biri budur. Qanuna görə qeyd edin ki, birinci qrup, ikinci qrup əlillər işləməyə bilər. Amma üçüncü qrup və sağlanan şəxslər işləməlidir. Bir çox şəxslər bir də görürsünüz ki, məhkəmə qərarı qəbul edir ki, amili ödəməsə və yaxud digər borcları ödəmirsə, yəni səni həbs edir. Bu halda nə etməlidir? Həm belə deyək, üçüncü qrup əlillər, həmin normal sağlanan şəxslər, hörmətli icazə. Qeyd məşğulluqda qeydiyyatda durun, işsiz kimi. Onlar sizə 2 ay, 3 ay, yəni iş təklifi edəcəklər. Yəni seçim qarşısında ola bilirsiniz. Amma 3-4 dəfə sizə təklif edə, işi qəbul etmədinizsə, onda siz təqsirkar hesab olunursunuz. Amma belə normal olaraq iş axtarana qədər yadda saxlayın. Məhkəmə sizdən iş tələb edə bilməsi, gedib işdə pulu ödə.